Ədəbi dildə danışım, yoxsa necə? Lor danışım. Elmi dildə. Elmi dildə. Başladı. Mənim çəkir ki. Hə, siz necə demişsiniz oradan başlayın da. Getdi boş gibi şimdi ya. Mən deyim. Bir dənə rom verir, rombun perimetrini verir, 40 cm. Buradan tapıram ki, tərəf 4 adı, bura olur 10. Hər tərəf olur 10. Sonra da verir ki, mən deyim. D1 plus D2 bərabər 28. Soruşur bizdən bu sahəni. AOB-nin perimetrini soruşur. Hə, getdi. Perimetri AOB bərabər 28. 28 yox. AB plus BA plus A. Hə, yazıram. P bərabərdir AO plus BO BO plus AB. BO plus AB. Hə. AB-miz var 10 plus AB-də. AB. Mənim AB-miz var 10 yazıram. P bərabərdir AO plus BO plus 10. BD bölünsün İndi mən BO. Mən bu A10'u yazıram BD bölünsün 2. AO nəyə bərabərdir? AO nə üçün BO bölünsün? Diagonalın yarısı mən diagonalın BO kəsmə nöqtəsindən bir yarıya bölür də. Yəni diagonalların xassəsinə görə. Diagonalın xassəsi. BO bərabərdir, BD bölünsün 2. Düz deyirsən, buyur. Yazıram indi. Hə, BD bölünsün 2 plus BO nə deyir aslında? BO-nu yazdım bəli. Hə, indi A10'u yazıram. A10'u da yazıram AC bölünsün 2. Bəli, AO-nun da bəzinə AC bölünsün 2 yaza bilərsən, tamamilə doğrudur. Plus 10 da çatmır yer. Plus 10 yazdım. Hə, indi mən deyim, BD bunu toplayanda olur 2. Kəsirin xassəsinə görə. Kəsirin xassəsinə görə məxrəclər eynidir, sürətləri toplayır. Bəli, bəli, bəli. Onu da deməm, 2 plus AC. Plus 10 da qalır yerində. İndi bunu bizdə var idi axı burada, hava bu. Bu şərtə görə yazıram. 2 28 plus 10. Bu da bərabərdir. Bu verir ki, 28-i 2-yə bölündə 14. 14 plus 10. O da bərabərdir 24. Normal sualım var, buyur. Mən buranı başa düşmədim. Nəyi başa düşmədin, bunu soruş. Yəni birinci deyir ki, yoldaşın deyir ki, onu səliqəsiz yazıb, onu niyə orada yazıb? Biraz aşağıda yazma olardı. Nəyi başa düşmədin? Mən bunun yarısıdır. Nə? BO. O nə var axı? Diagonalların kəsmə nöqtəsində söz deyirəm. Diagonalların kəsmə nöqtəsində bu bir bərabər hissələrə ayırır da. O xassəni denəndə, paralelogramın və ya rombun xassəsi var. Paralelogramın və ya rombun. Diagonalları kəsdiyi nöqtədə yarıya bölünürlər. Yəni BO BD-nin yarısına bərabərdir, AO da AC-nin yarısına bərabərdir. Yarıya bölmək nə deməkdir riyaziyyat dilində? Yəni BO bölünsün 2. AC bölünsün 2-də. Kəsrlərin xassəsini oralar topladın. BD plus AC birbaşa bizə məlum. 28. 28-i 2-yə böldü 14, 14 üstə də 10 gəldi 24. Sual ver, sual. Başqa sualım var. Aydındır, hər şey aydındır. Bəlkə sənin əlavə ola, bəlkə sən başqa cür nətər, bayaq deyirdin başqa cür nətərdir? Yeni metodla tətbiq eləmək istəyirdim. Öz taktikundan istifadə Bu da edirsən. niyə taktikası var? Poz görünməyən. Siz nətər buyurursunuz? Deyə müəllim. Bizim belə bir düstur vardı. Elə belə izahat ver ki, bəlkə də yazmayı da vaxt aparmayı. Mənim düsturumuz var. A kvadrat plus B kvadrat, A plus B-nin xaricinin kvadratı minus 2AB-dir. Ona əsasən də müəllim burada yaza bilir. D1 kvadrat. Tapdın, ondan neynəmiyorlar? Mən belə hesab edirəm ki, şagird... Orada mən axıda məntiq lazımdır. What is your name? My name is Jim. Murad. Mən belə hesab edirəm ki, Murad bu məsələnin həllini çox doğru və düzgün. Gəl sizin müəllim.